salamlar. Herkese salamlar. Bugün Braziliya milli komandası ilə 1998 Dünya Çempionatını başdan simulyasiya edirik. Bildiyimiz kimi 1998-ciildəki Dünya Çempionatının qalibi həqiqi həyatda Fransa millisi olmuşdu. Bugün isə biz bunu daha da lehimizə çevirməyə çalışacağıq. Görək qazanmamız mümkün olacaq yoxsa yox. Bu Braziliya milli komandasının hazırki heyətidir. Heyətlərə çox superdir. Hücumda Ronaldo görürük biz. Rivaldo, Roberto Carlos, Cafu, Tafarel kimi oyuncuların təşkil olunmuş mükəmməl heyəti var. İlk qrup oyununda rəqibimiz Şotlandiya milli komandası ilə qarşılaşdıq. Bu milli komandaya qarşı keçirdiyimiz oyunda Savio'nun atdığı 2 gol sayəsində qələbə qazanmağa müvəffəq olduq. Dünya çempionatına qələbə ilə başladıq. İkinci tur isə evdə Norveçə qəbul etdik. Norveçə qarşı maçımızsa 1-1 hesablı yekunlaşdığını qeyd edək. Üçüncü tur çərçivəsində isə klubumuz bu dəfə Fas milli komandası, yəni Mərakeşlə qarşılaşdıq. Mərakeşə qarşı oyunda Savio, Rivaldo, Ronaldo səviyyənlə maç 5-1 hesabı ilə yekunlaşır və 7 xal toplamış olduq. 16'da bir, yəni 8-ci final raundunda isə biz İtaliya gimnastı ilə qarşılaşdıq. İtaliya qarşı oyunda Leonardo, Rivaldo fərqlənirlər və maç Ronaldo gol sayəsində 4-0 bitir. Və bu milli komandamız adını 4-1 final yazdırır. Bu isə finalda qarşılaşdığımız Zidanlı Fransa ilə qarşılaşdıq və ev sahibi Fransaya təəssüf ki 4-1 finalda uduruq. Və yarım final və finalın qalibi isə Fransa olur. Həqiqi həyatda olduğu kimi burada da Fransa millisi Dünya çempionatının qalibi olmağı bacarmış olur. Biz isə burada bölümdə bitirmiş olduq. Bugün Braziliya milli komandası ilə 1998-ci il Dünya çempionatından oynamağa çalışdıq. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın. Kanalda abunə olmağı unutmayın. Hələlik.